Hər kəsə salamlar. Bu gün necə pulsuz süni intellekt, Çinlilərin Minimax 2.5 və digər fərqli modelləri necə pulsuz yükləyə bilərsiniz? Cloud Code-da, yəni pulsuz necə istifadə edə bilərsiniz, onu öyrədəcəm. İlk öncə bizə Node.js lazımdır. Node.js-i kompüterinizə yükləyin. Gəlirsiniz nodejs.org-a. Windows-sa Windows, MacBook-sa MacBook, Linux-da Linux seçirsiniz, yükləyirsiniz, sadədir. Və gəlirsiniz 9 routerin səhifəsi var, 9 router. Gəlirsiniz bunu kopyalayırsınız, bu sözü terminala gəlirsiniz, yapışdırırsınız, OK vurursunuz. Və bu avtomatik yüklənəcək. Əgər yüklənməsə, terminalı administrator modda açın. Ya da Linux işlədirsinizsə sudo sözündən yazın. 9 router yazırıq bura. Və bizə açılsın indi. Gördüyünüz kimi WebUI verdi, terminal verdi. Biz WebUI açırıq və WebUI-miz açıldı. Burada parol 1, 2, 3, 4, 5, 6-dır. Yazıb giririk. Burada fərqli providerlər var. İndi mən qoşulduqlarım məsələn OpenAI kitabım. İndi biz Open Code işləyəcəyik burada. Kitayların, daha doğrusu Çinlilərin süni intellekt modeli var. Burada gördüyünüz kimi Minimax 2.5 və Nemotron 3 Super Free. QN 3.6 qəşəngdir. Sadəcə bunu yığışdırdılar hərəkili. Ona görə Minimax 2.5 məsələn pulsuz, limitsiz istifadə edə bilərsiniz. Gəlirik burada hardaydı o? CLI Toolsa Cloud Code-la da işlədə bilərsiniz. Open Cloud-la da, Open Cloud-la da Codex-lə də fərqi yoxdur. Mən məsələn Cloud Code-la işlədəcəm. Tutalım ki, bunları dəyişək. Buraya yazaq ki, Open Router. Open Code açdım. Open Code'a gəlir, burada gördüyünüz Minimax 2.5 hamısını bundan seçirik. Və Apply deyirik və terminala gəlirik yenidən. Burada Hide to Tray basırıq ki, arxa planında gizləsin. Cloud yazırıq. Gördüyünüz kimi avtomatik gəldi. Minimax 2.5 free. Salam. Salam. Terminal dondu. Burada yəni limit yoxdur. Limitsiz işlədə bilərsiniz və ya da ki Open Code-un özündən gəlirsiniz. Open Code. Bunu da limitsiz şəkildə işlədə bilərsiniz. Yəni 2.5. Sadəcə mən Cloud Code üzərində göstərdim ki, Cloud Code daha gözəldir. Məsələn burada görə bilərsiniz. Minimax 2.5 gördüyünüz kimi burada pulsuzdur. Gördüyünüz kimi mən Cloud Code antropik şirkətini yayasını tanıyım. Hansı modeli işlədirsən Minimax Cloud Code-da biraz gec işləyir. Bu Cloud Code-da biraz gec işləyir. OpenAI-nin Codex CLI-ində yaxşıdır. Məsələn burada da gəlirsiniz, seçirsiniz modeli, apply edirsiniz, sadəcə bu qədər. Yəni limitsiz istifadə edə bilərsiniz. Sağ olun, salamat qalın. Bu videomuz bu qədər. Hələlik kanalımıza abunə olmayı unutmayın.